Bugün Oruç Bayramı ve Novruz Bayramının eyni günə düşdüyü bir gündür. Deməli ki, qeyri-adi bir gündür. Əslində yeni il bu gündən başlayır təbiətdə, çünki torpaq oyanır və hər iki bayramını təbrik edirəm bizim xalqın. Yəni hər iki bayramda gözəlliklər var. Əgər İslamda mərhəmət və şəfqətə əməl olunursa, demək ki, o insanlar doğru insanlardır. Əgər Novruz bayramında da oyanışa, yeniliklərə, yəni pisliklərin azalmasına gedirsə, xeyrin çoxalmasına, bu da gözəl bayramdır. Və hətta İran xalqının məşhur bir müğənnisi var, Ququş, hansı ki SSR dağılanda da biz İranı Ququşun Uzun Gecə filmi ilə tanıdıq, mahnıları ilə və Ququşun da İran xalqına çağırışı var və deyir ki, demək olar ki 47 ildir İslam Respublikası Çərşənbə Suriya ilə bağlı sevimli ənənələrimizi ləğv etmək üçün əlindən gələni edir. Ümid edir ki, İran kimliyimizi silə biləcək. Amma bütün bu illər ərzində buna nail ola bilməyib. Bu ildə ən qəddar repressiyalardan sonra belə cəsur İran xalqı yenə küçələrə çıxdı. İnsanlar tonqalların üzərindən tullanaraq mənim sarılığım sənə, sənin qızartın mənə deyə səsləndilər. Bu rejim dövründə bu bayramı sonuncu dəfə qeyd etdiyimiz il olacaq. Gələn il hamımız birlikdə onu azad İranda qeyd edəcəyik deyə Ququş bildirib. İnşallah İran xalqı bunu haqq edir və İran haqqında, yəni bizim Azərbaycanlıların heç bir İran haqqında, yəni Cənubi Azərbaycanın tarixini bilmədən, bir kitab oxumadan fikir yürütmələri də insanda belə deyək, məyusluq yaradır ki, əzizlərim, siz İran tarixini və onunla bağlı Güney Azərbaycanın onu olan, yəni onların arasındakı münasibətləri bilmədən siz necə fikir yürüdə bilərsiniz? Hətta tonqaldan tullananda görürsünüz, burada mənim sarılığım sənə, sənin qızartın mənə. Yəni bütün bunlar, yəni tonqaldan tullananda hansı sözlər deməliyik, onu da bilmirik. Halbuki bax bu Zərdüştülük dini Cənubi Azərbaycandan, yəni İrandan gələn dindir. Yəni bunu da doğru düzgün öyrənməyib tonqalın üstündən tullanırıq. Mənə görə hər xalqın adətlərinə, əgər o xalq doğru şeyləri eləyirsə, ona hörmət eləmək lazımdır. Hətta İranda İsrailin baş naziri Netanyahuya Bibi Gül deyirlər. Yəni Netanyahu İranda məşhurdur. Netanyahudan niyə xoşları gəlir? İsrailin doğru düzgün vurmalarına görə, yəni raket zərbələri onların dəqiq və doğru olur. Amma Amerikanın raket zərbələrini, Trump'ı yəni o qədər də istəmirlər, çünki o hara gəldi atır. İran da, məsələn, Fələstin İranın tərəfindədir, amma götürüb bu günlərdə, məsələn, Fələstində bir gözəllik salonunu vurub, 4 qadın ölübdür, özdə biri deyir, toya hazırlaşırmış, hara gəldi, nə gəldi edir və ona görə Azərbaycan daxil olmaqla onun ziyan verdiyi qonşu müsəlman ölkələri də etiraz ediblər bu günlərdə. Və İsrail, baxın, bu raket bomba altında olmasına baxmayaraq, dünya üzrə deməli xoşbəxtlik əmsalına görə 8-ci yerdə durur. Hətta Amerika, İngiltərə 20-ci yerlərdən, yəni 20-dən sonraki yerləri tutur. Deməli ki, xoşbəxtlik nədədir əzizlərim? Xoşbəxtlik özünə olan və öz ölkənə olan, öz dövlətinə olan güvəndədir.